Hə, 40-dan sonra verin suallarsa. Heç kim vermək istəmir. Uşaqlar səsim gəlir, suallarınızı verin. Gəl. Məndə yox idi heç. Səndə yox. Məndə də yox. Kimdə Məndə var? də yox. Müəllim, məndə 118-də var. Səndə Məndə 91-də var. 190. 91-ə baxın. Bəli, müəllim. Mən belə çətin deyil. Təbii ki, test toplusundan işləmişsən deyil, sənə asan gəlir. Deməli, kəsirdən azad olmaq üçün vuraram hər tərəfinəyə. Kəsirdən azad olmaq istəyirsənsə, hər tərəfə vurarsan 6-ya. Buranı da vursan 6-ya, buranı da vursan. Vur içəri aç. 6 ilə 3 gedəcək 2 dəfə. 2x çıxılsın 2, çıxılsın 2, üstünə yenilsin. 6 ilə 6 gedəcək, qalacaq x plus 2 bölü. 2 ilə 6 gedəcək 3. 3-ü vurulacaq ona 6 plus 9x. 9x. Oldu belə. Mənfi 2, müsbət 2 getdilər. Burada qaldı 3x minus 2 bölü 6 plus 9x-dən. 6-nı da gətir bir tərəfə. 3x-i gətir bir tərəfə. 6-nı gətirsən bir tərəfə 4 eləyəcək. olacaq. 8 böyüdür. 3x ola 9x-dən 3x çıxırsan eləyir 6x. Düz yazmadı? Yox. Nəyə düz yazmadıq? Mənfi 2, mənfi 2-dən mənfi 6 çıxdıq. Yox, mənfi 2-dən 6 çıxdıq. Mənfi 2-dən 6 çıxdıq, mənfi 8. Burası doğrudur. Bir dənə əvvələ baxın. 6-ya vurdum. Bununla 6 bir yapaq 2-də. 2-ni vurmaz axı. Hə, 2-nin 6-nı vurmadım 2-yə. Bura 12-dir. Bura 12-dir. Bu 6-nı bu 2-yə vurmamışdım. İndi vurdum, Ha, yazdım. aydın. İndi x-ları bir tərəfə, ədədləri də bir tərəfə. Mənfi 12 çıx 6, mənfi 18. 6-ya da bölürsən x kiçikdir nədən? Mənfi 3-dən. Mənfi 3-dən kiçiklər. Yəni mənfi sonsuzdan mənfi 3-ə. A var. Mənfi 3. Aydındır mən. Uşaqlar sonra 98. Məndə də 98 var. 98. Bu rasional bərabərsizlikdir. Bir rasional bərabərsizliyi həll eləmək istəsəniz, interval açırsınız. İntervalda sürətin və məxrəcin sıfırlarını qeyd edirsiniz. Mənfi 6, Sürət mənfi 9. mənfi 6-dan, məxrəc isə mənfi 9-dan. Məxrəcin içini hər zaman boş qoyursunuz. Qeyri-ciddi bərabərsizlik olanda isə sürətin içini doldurursunuz. Mənfi 6. X-ların əmsallarına baxırsınız. Müsbət, mənfi, müsbət. Bizə sıfırdan kiçiklər lazım. Mənfi 9-dan mənfi 6-ya. Olacaq. Mənfi 9-dan mənfi 6-ya. Burada nə soruşurdu bizdən? Mənfi 9-dan mənfi 6-ya tapdıq. Bərabərsinin ən böyük tam həllini tapın. Mənfi 6. Aydın. Aydın salap yaxşı. Sonra 118'e bakalım. 118 mi? 118. ondan qabaq kiminsə varsa versin. Hı. Bax, biri y çıx 5-dir, biri 5 çıx y. Sən belə elə də. Y çıxılsın. 1 bölünsün y çıx 5 böyüdür. 4. Bunun yerlərini dəyiş. Bunu da y çıx 5 elə. Mənfini çıxart çölə. Olur mənfi 1 bölünsün y çıx 5. Hər iki tərəfdə 1 bölünsün y çıx 5-lər var. Mənfidirlər, getdilər. Y böyüdü 4-dən. Bir dənə diqqətli ol ki, məxrəc 0 ola bilməz. Yəni y fərqlidir nədən? 5-dən. 4-dən böyük olsun, amma 5 olmasın. B variant. Aydın ben şu an. Aydındır mənim. Mənim o y-lərin yerini dəyişməyə fikirləşməmişəm də bizə. Bəli, birində y çıx 5 görsən, birində 5 çıx y görsən, dəyişməli, fikirləşməlisən.
Uşaqlar başqa? Müəllim 171. 160. 160'dan qabaq var. 155. 127. 127. Tənliyin iki müxtəlif həqiqi kökü var. Tənliyin iki müxtəlif həqiqi kökünün olması üçün diskriminant sıfırdan böyük olmalıdır. Diskriminantı belə tapırlar. B kvadratı çıxılsın 4AC sıfırdan böyük olmalı. B dediğimiz mənfi 3'lü kvadratı 9 çıxılsın 4AC. 4 A'mız 1'dir. C'miz də ki A bölü 4. Böyüdü sıfırdan. 4'lər getdi. 9 çıxılsın A bölü sıfırdan. A'nı at sağa. Olacaq A kiçikdir 9'dan. Aydındır. Bəli, müəllim, aydındır. 127'den sonra hansıydı? 140 var müəllim. Bərabərsizlikdə əsla götürüb çarpaz vurmayın. 2'ni atırsan bu tərəfə. Olur x çıx 1 bölünsün x plus 1 çıxılsın 2 böyüdür bərabərdir 0'dan. Bunun məxrəcində 1 var. Ortaq məxrəcə gətirirsən x plus 1. X minus 1 çıxılsın 2 vurulsun x plus 1. Böyüdür 0'dan bərabər 0. X plus 1 ortaq məxrəc olur x minus 1 minus 2x minus 2. Böyüdür bərabər 0'dan. Oldu belə x-dan 2x çıxırsan mənfi x mənfi 1'dən 2 çıxırsan mənfi 3 bölünsün x plus 1 böyüdür bərabərdir 0'dan. İnterval açırsan bu rasyonal bərabərsizliyi. Həm sürətin həm məxrəcin sıfırlarını qeyd edirsən. Məxrəc mənfi 1'də sıfıra çevrilir. Sürət isə nə vaxt sıfıra çevrilir? 3'də. Mənfi 3-dür. Mənfi 3'də yox. Aha mənfi 3'də. Mənfi 3'də düz deyirsən. Sürət nə zaman sıfıra çevrilir? Mənfi 3'də. İçində doldurursun. X-ların əmsallarına baxırsan. Görələ X-in əmsalı mənfidir, burada müsbətdir. Mənfini müsbətə vuranda nə edir? Mənfi. Mənfi, müsbət, mənfi növbələşdirdim. Bizə sıfırdan böyüklər, yəni müsbət olan yer lazımdır. Sıfırdan böyüklər burada. Mənfi 3'dən Mənfi 1 aralıq. mənfi 1'ə. Mənfi 3 daxil. B variantı. Müəllim, əgər x-lərin ikisində qarşısı mənfi olsaydı, Müsbət yazarsın. bəli. Sonra 160. 155. 140 neçə dedin? 145. 155. 145, 155. Bərabərsizliyin ən böyük tam həllini tapalım. Bu da rasyonal bərabərsizlikdir. Yuxarıda bir dənə vurğulara ayır. X minus 2, x plus 2 bölünsün 2x minus 3. Kiçik bərabər 0'dan. İnterval sürətin və məxrəcin sıfırlarını qeyd edirsən. Sürət nə zaman sıfıra çevrilir? Mənfi 2'də, Mənfi 2'də. bir də 2'də. Məxrəc nə zaman sıfıra çevrilir? 2 1,5. 1,5. İçində boş qoyursun. X-ların əmsallarına baxırsan. X-ların əmsalları bax. Müsbətdir, müsbətdir, müsbətdir. Müsbətləri bir-birinə vuranda müsbət edir. Müsbət növbələşdirirsən. Mənfi, müsbət, mənfi. Bizə lazımdır, deməli, sıfırdan kiçiklər. Sıfırdan kiçiklər, yəni mənfi olan yerlər. Deməli, Mənfi sonsuzluqdan mənfi 2'yə. Sonsuzluqdan mənfi 2. 1,5. Tamamda 5'dən də 2'yə. 1,5 2'yə. 2'yə. Bərabərsizliyin ən böyük tam həllini tapın. Ən böyüyü 2. Bu da oldu bizim üçün 145. 155 var idi. Sağ olun. 155.
Bərabərsizliyin tam əllərinin cəmini tapın. Bax, bu hazır şəkildədir. Biz bilməliyik ki, bura hər zaman nədir? Müsbət. Müsbət. Evet. Buna böl getsin. Müsbətə böləndə işarə dəyişmir. Qaldı 1 minus 5 bölünsün x kiçikdir 0-dan. Hə, ortaq məxrəcində 1 var da. X olacaq x çıx 5 kiçikdir 0-dan. İnterval sürətin və məxrəcin sıfırlarını yazırsan. Məxrəc 0-da, sürət isə 5-də. X-ların əmsallarına baxırsan. Müsbət, mənfi, müsbət. Bizə lazımdır 0-dan kiçiklər. Yəni mənfi olan yer. 0-5. 0-la 5 arasında. 0-la 5 arasında bərabərsizliyin tam həllərinin cəmini tapın. 0-la 5 arasında 1, 2, 3, 4. 10, ha? Bilmem. Bu da 155. Sonra 160. 160. Bərabərsizliyin aralığına daxil olan tam həllərinin cəmini tapın. Yenə də rasional bərabərsizlik. İnterval açırsan, sürətin və məxrəcin sıfırlarını qeyd edirsən. Sürət Yuxarı həmişə müsbət olur. 7-də. Məxrəc nə zaman sıfıra çevrilir? 5-də. Dərhal 7-nin aşağısına nə yazırsan? Təkrar. Evet. Yazırsan. İnterval ayırsın. Sizə mən dəfələrlə demişəm ki, kvadrata x-in əmsalına baxmırsınız. Kvadrat onsuzdan müsbət deyil. Bir dənə x-in əmsalına baxırsan ki, görsən ki, müsbət. Müsbət, Mənfi. müsbət təkrardır. Mənfi. Bizə lazımdır nələr? Sıfırdan böyüklər. Sıfırdan böyüklər, yəni müsbət olan yer. 5'ten 7'ye oradan da sonsuzluğa. 5'ten müsbət sonsuzluğa. 5'ten müsbət sonsuzluğa yox. 7'ni götürmə olmaz. 5'ten 7'ye 7'den müsbət sonsuzluğa. Bizə deyir ki 5-10 arasındakı tam əllərinin cəmini tapın. Buradan görək 5-10 aralığına nələr düşür? Məsələn 6 düşür. 7. 7 yoxdur. 7 yoxdur. 7 daxil deyil, görmürsən? 6, 8, Ha. 9. 8, 9. 9. 10 da daxil deyil bura. 6, 8, 9. Rahatsız Ayşələr. Bəli. Bəli, müəllim. Sonra 171. 171 Dəniz. 165-də baxarıq da. 165. Hə, bir tərəf mənfi, bir tərəf müsbət. Qəşəng deyirsən bunu. 1 bölü x-in ən kiçik müsbət tam qiyməti ilə ən böyük mənfi tam qiymətinin fərqini tapın. Bura bax. Bu 2 qat bərabərsizlik o deməkdir ki, bunu bir dəfə buranı götür. X kiçikdir nədən? 4-də 1-dən. Bir dəfə də ümumiyyətlə sənə bir şey deyir də, buna bax. 5 böyüdür 2-dən. Tərsinə çevirəndə 5-də 1 böyüdür, yoxsa 2-də 1? 2-də 1. İşarə nə oldu? Əksinə dəyişir. Elə deyil? Elədir. Şimdi buna bax. X kiçikdir 4-də 1-dən. Sənə 1 bölü x lazımdır. Bunu yazıram 1 bölü x. 1 bölü... Bunu da tərsinə çevirəndə 4-də 1-i tərsinə çevirəndə nə eləyir? 4. İndi hansı böyük olacaq? İşarə nə olmalıdır? Əksinə dəyişməlidir. Razıyıq yoxsa yox? Bəli. Şimdi mənfi 7-də 1-dən böyüdür x. Şimdi tərsinə dəyişirsən. 1 bölü x artıq kiçikdir, işarə dəyişəcək. Tərsinə bunu dəyişir. Mənfi 7-də 1-in tərsi nədir? Mənfi 7.
X'in ən kiçik müsbət tam qiyməti ilə 4-dən böyük ən kiçik tam ədəd desədir. 5. Beş. Ən böyük mənfi tam qiymətinin fərqini tapın. Mənfi 7-dən kiçik ədədlər 1 bölü x Mənfi mənfi 7-dən kiçikdir. Mənfi sonsuzdan mənfi 7-yə qədər. Burada ən böyüyü hansıdır? Mənfi 8. Mənfi 8. Deyir, müsbət ilə mənfinin fərqini tap. 5-dən çıx, mənfi 8. Cavab nə eləyəcək? 13. 13. 13. Hələ gör aydındır. Bəli, müəllim, aydındır. Hə, lafmış. Sonra 171 var idi. nə sualınız qalıb deyin verin. Parçasına daxil olan tam əllərin cəmini tapın. Və Dəniz burada kəsirdən azad olmaq üçün nəyə vurarsan hər tərəfi? Ya müəllim. 6. Hər tərəf 6-ya. Mən 12. 6-ya vursam axı 6 4-ə bölünmür. 3-ə Mən 12 4-ə bölünən ədəd lazım. Mən 12. 12. 12 müəllim. 12. 12-yə 3-ə, həm 3-ə, həm 6-ya, həm 4-ə bölünən ədəd lazım. 12-ni 3-ə vuranda bax bundan bu gedir, qalır 4. 4-ü vurursan içəriyə. Olur 4 çıxılsın. 4-ü 2x-ə vurursan 8x. Kiçiyi də bərabərdir. 12-ni vurursan bura. 6 ilə 12 gedir 2 dəfə. 2-ni vuranda buna eləyəcək. 8 çıxılsın 6x üzərinə gəlsin. 12 ilə 4 gedəcək qalacaq 3. 3-ü vursan 3-ə 9. Olur 4 çıx 8x kiçiyi bərabərdir. 8 o da 9 17. 17 minus 6x. X-ları bir tərəfə yığırsan. Mənfi 6x-dir. Məsələn bu tərəfə gətir bunu. Mənfi 8x plus 6x. Məsələn 4-ü gətir bu tərəfə. Kiçiyi bərabərdir. 17 çıxılsın 4. Buraya eləyir bizdə mənfi 2x. Kiçiyi bərabərdir. 17-dən 4 çıx. 13. 13. Mənfiyə Mənfiyə bölə. bölərsən. Mənfiyə böləndə işarə nə olar? Dəyişir. Əksinə Əksinə dəyişir. dəyişir. 13-ü mənfi 2-yə böləndə mənfi 6,5. Bura bax, bizə adam verib ki, mənfi 10-dan 4-ə kimi. Mənfi 10-dan 4-ə kimi ədədlərin arasına bunun həlli mənfi 6,5-dən böyüklərdir. O aralığa düşən həllərin cəmini tapın. Bu mənfi 6,5-dən 4-ə qədər ədədlər. Hansılardır? Mənfi 6. Mənfi 5. Mənfi 4. Mənfi 4. Mənfi 3. Mənfi 2. Mənfi 1. 4-ə kimi. 3, 4-ə kimi. Onsuz da Dördə bunların daxil. birbirini aparın da. Cavab nə olur? Mənfi 11. Mənfi 11. Razılaşırsan, Bəli müəllim. tutmadınsa deyəcəkdir. Ya müəllim bildim. Mən prosta məxrəcdən azad eləyəndə səhv eləmişəm ona görə. Yaxşı, sonra 174 var müəllim. 174. İlknur neynəmsən bunun üçün? Müəllim, siz demişdiniz əslində sərfəz vurmayın, amma mən Çarpaz vurmusan. Burada Bəli. olar İlknur. Burada niyə olar sizdə uşaqlar? Çarpaz vurmaq olar. Çünki məxrəc həmişə müsbətdir. Məxrəc müsbətdir. Çünki məsələn biz bunun müsbət olmağını, mənfi olmağını bilmirdik deyə vura bilmirdik. Çarpaz vura bilmirdik. Amma indi bilirəm ki, bu müsbətdir. X kvadratı minus 1 müsbətdir. Çarpaz vur getsin. Müsbət və ya mənfi olmağına əmin deyilsənsə vura bilməzsən. Amma burada bilirsən ki, müsbətdir də. X kvadratlar getdi. 7x kiçiyi bərabərdir. 13-ü gətir bir tərəfə. 14. 14. X kiçiyi bərabərdir 2-dən. Bərabərsizliyin müsbət tam həllərinin cəmini tapın. 2-dən kiçiyi bərabər. Bilməm, iki müəllim. 2. 1 və 3. Müəllim, mən burada saçıb işarəni dəyişmişəm. Ha, aydın. Sonra
177. Bu da son. Kimin nə sualı qaldısa versin. Tərəddüdlü qalıb. Sualı var versin. Müəllim 177-də hamısını açmalıyıq da. 177-də belə eləyək də gəl. Belə eləyək. Bir tərəfə keçirdək. Bunu bu tərəfə gətirəndə olacaq 2x sıx 7. Vurulsun x minus 2. Keçirdi bir tərəfə. Olsun 2 minus x. X minus 8 kiçikdir 0-dan. Keçirdim. İndi sən burada da məntiqli adamsan. Bir dənə fikir ver. X minus 2 var, 2 minus x var. İkisini də gəl buradan mənfi çıxardaq. O da olsun da x minus 2. Bəli. Mənfi çıxarsan mənfi mənfi dəydi oldu müsbət. Bu da oldu x sıx 2. Vurulsun x sıx 8. Kiçik 0. Hər ikisində olan nədir? X sıx 2. Minus 2. Qaldı 2x sıx 7. Vurun üstü gəlsin x minus 2. Oldu x minus 2 vurulsun. 3x minus 15. Kiçikdir 0. İnterval hər ikisinin sıfıra çevriləcək qiymətlər. 2 ilə 5. Baxırdıq nəyə? X-ların əmsallarına müsbətdir, müsbətdir. Müsbəti müsbətə vuranda. Müsbət. Sonra mənfi. Sonra müsbət. Bizə sıfırdan kiçiklər lazımdır İşnur. Sıfırdan 2 kiçiklər ilə 5 aralığı müəllim. 2-dən 5-ə. Ərəbəstinin tam əllərinin cəmin tam. 2-dən 5-ə qədər tam əllərinin cəmin. 3 ilə 4. 7. 3 ilə 4. Anladım müəllim. Ev tapşırığını mənə göndərməyən kifayət qədər uşaq var. O formada dərsimiz getməz. Bax, Ömər səsi aç görüm. Müəllim. Adını sən nə yaxşı dərsdən çıxmadın dostum. Neçə dəfədir sənin adını çəkirəm və sən dərsdən çıxırsan. Səbəb, qardaş nə işləyirsən sən? Niyə göndərmirsən mənə? Mən nə bilim sən işləmirsən, işləməmirsən. Hardan bilə biləm? Kameranı açmırsan, səsini açmırsan, adını çəkən kimi dərsdən çıxırsan, ev tapşırığını mənə göndərmirsən. Belə dərsə qoşulmaqdansa valla qoşulmamaq ona yaxşı. Dərsə qoşulursunuzsa əgər, məsuliyyətli olun, işləyin və mənə göndərin. Birinci, bax, göndərən uşaqlarla bağlı heç bir problem yoxdur. Məsələn, mən bir dəfə niyə bir şagird nümunə göstərməkdən xoşum gəlməsə belə, məsələn, tutaq ki, atıram, Kamili deyim, Aylanı deyim və ya X bir şagirdi, İşnur olsun, İşnur yox, arada bəzən göndərmir. Aylanı deyim, məsələn, ilin əvvəlində başlayanda demişəm ki, şagird göndərsin mənə, göndərir. İndiyənə qədər elə bir dərs olmayıb ki, göndərməsin. Qardaş, tapşırığın şəklini çəkin, mənə atmalısınız. Mən görməliyəm, axıra qədər baxmalıyam ki, şagird işləyib, işləmir. Səhər valideyni soruşanda nə məlumat verir? Və məsuliyyətli olun da. Məsuliyyətli olun ki, işimiz qaydasına geçsin. Səhər gedib sınavda zadda yazanda ən azından bizim adımıza xələl gəlməsin. Tapşırıqları vaxtında göndərin mənə. Bir ad çəkmək istəmirəm. Amma məsuliyyətli olun ki, işimiz qaydasına geçsin. Mövzumuz funksiya və qrafiklər. 9 illikdən yox uşaqlar. 9 illikdən işləyəcəyik. Amma hələ yox. Hardan işləyəcəyik? Test toplusundan. Test toplusundan bu birinci hissə. İkinci hissə. İkinci hissəniz varsa lap yaxşı. Yoxdursa ala bilərsiniz. Və ya PDF-ni bölüşərəm sizdən, PDF-dən baxa bilərsiniz. Bəli, PDF ata bilərsiniz qrupa. PDF atın. Göndərərəm. PDF göndərərəm. Amma əldə eləyərsiniz. Mütləq şəkildə indi sonradan nə vaxt imkanlaşdırsanız əldə eləyərsiniz. PDF əldə eləyərsiniz. Kitabı əldə eləyərsiniz. İkinci hissə test toplusu bax budur.
Yəni bizim birinci hissənin sadəcə ikinci hissəsi yazılıb da bura. İkincisi. Mövzumuz funksiyalar və qrafiklər. Funksiyaların birinci bölməsi olan xətti funksiya olacaq uşaqlar. Onların qrafikləri və çevrilmələri. 35 sual. 35 sual yox. Bu xoşum gəlmədi. Bircə dəqiqə uşaqlar dəyişim sizin üçün. 35 sual yaxşı deyil. O təzə test toplusudur. Ona görə onda 35 sual var. Biz hələlik bu funksiyalar bölməsini köhnədən işləyəcəyik. Bax, köhnə ikinci hissə buydu. 2023. Burada tapşırıq sayı çoxdur. Nə qədər çoxdursa o qədər yaxşıdır. Az olmağı yaxşı bir şey deyil. 35 dənə sualla xətti funksiya öyrənmə olmaz. Burada 69 dənə sual var. Bu ya qəşəngdir. Bunun PDF-ini atarım sizə. Bundan verəcəm sizə. Bundan 69 sual. Özünüzə qeyd edin. Birinci bölmədən 69 sual. 950-dən isə görün xətti funksiya burada hara kimidir? 69. 950-dən də 40 dənə sual. 169 dənə. Hə, bildim. 950-də hissə yazacağıq. Əsas məsələ 11-dən işləməliyik birinci. 9-dan da 40 dənə sual uşaqlar. 40-cı suala kimi. Toplam 109 dənə sual. 69 o da 40. Hə. İndi ev tapşırığı sizə aydınsa biz funksiyalar bölməsində izaha keçək. Birinci dəqiqə başlayıram izaha uşaqlar. 2 dəqiqə səbir olun. Hə, uşaqlar, eşidirsinizsə, başlayaq funksiya izahına. Bəli, müəllim. Bəli, müəllim. Funksiya izahına keçməmişdən qabaq, dostlar, funksiyaya keçməmişdən qabaq, biz birinci bizə 6-cı sinifdən məlum olan Descartes koordinat sistemi ilə tanış olmalıyıq. Descartes koordinat sistemini tanımalıyıq ki, funksiyalardan danışa bilək.
Descartes koordinat sistemi nədir? Yəni buna deyirlər düzbucaqlı koordinat sistemi də deyirlər. Düzbucaqlı koordinat sistemi də deyirlər. Düzbucaqlı koordinat sistemində düzbucaqlı koordinat sistemində deməli bizdə bura x oxudur, bura isə y oxudur. Y oxudur. Bura isə o nöqtəsi gedir. Və bizdə ox olan istiqamət müsbət istiqamətdir. Yəni bu interval kimi düşün də. Bura 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir. Yuxarılar ox olan istiqamətlər müsbətdir. 1, 2, 3, 4. Aşağı olan istiqamət isə mənfidir. -2, -3, -4. Bu tərəf mənfidir. -1, -2, -3 və s. də. Yəni belə. Yəni düzbucaqlı koordinat sistemində götürdüyün hər hansı bir nöqtənin ikili koordinatı var. Məsələn, burada bir nöqtə götürsək biz ki, məsələn, tutaq ki, burada bir nöqtə götürsək, aşağı düşsək bunun x-i var, üfüqi getsək bunun y-i var. Yəni bu nöqtənin koordinatları artıq bizdə olacaq 4 -1 və ya bu o 0 0 buna deyəcəyik koordinat başlanğıcı. Onun koordinatları 0 0'dır. Həm x-i həm y-i. Ona deyəcəyik koordinat başlanğıcı. Koordinat başlanğıcı deyəcəyik və onun koordinatları həm x-i həm y-i nəyə bərabərdir? 0'a bərabərdir. Dediyimiz kimi bir nöqtənin ikili koordinatı var. Həm x-i var, həm y-i var. Məsələn, tutaq ki, x oxunun üzərində bir dənə nöqtə götürsək burada. Buranın koordinatları. Görürsən ki, x-i var, x-i 2'dir. Üfüqi gedəndə y olmalıdır. Y oxunda görürsən ki, bura 0'a uyğundur. 2, 0. Və ya y oxu üzərində bir dənə nöqtə götürsək 4. Görürsən ki, burada y 4'dür. Amma x aşağı şaquli vəziyyətdə düşsən, görəcəksən ki, x-i 0'dır. Yəni buranın koordinatları 0, 4'dür. Ona görə deyəcəyik ki, ox oxu, buna deyəcəyik ox oxu. Bu oxa deyəcəyik, buradakı bu oxa deyəcəyik ox oxu. Ox oxu üzərindəki nöqtənin y-i 0'a bərabər. Və ya tərsinə oy oxu üzərindəki nöqtənin x-i 0'a bərabər. X-i 0'a bərabərdir. İkili koordinatlara görə buradan başa düşdün. Bu ox oxuna biz həm də absis oxu deyəcəyik bundan sonra. Absis oxu. Absis deyəndə başa düş ki, x nəzərdə tutulur. Y oxuna ordinat oxu deyəcəyik. Ordinat oxu. X oxuna absis oxu, y oxuna ordinat oxu deyəcəyik. Ümumiyyətlə, x deyəndə başa düş ki, argument deyəndə x-i başa düş. Absis deyəndə x-i başa düş. Əsas dəyişən deyəndə x-i başa düşməlisən. Və bunlar hər hansı məsələlərdə verilən tiplərdir. Y isə ordinat deyəndə y-i başa düş. Deməli, ordinat deyəndə y-i başa düşməlisən. Sonra asılı dəyişən deyəndə y-i başa düşməlisən. X-in ala biləcəyi qiymətlərə bundan sonra təyin oblastı deyəcəyik. Necə? Məsələn, tutaq ki, y bərabərdir 1 bölünsün x çıx 2. Burada x nə ola bilməzdir uşaqlar? 2. 2. Burada buna nə deyirdik? MGC. Mümkün qiymətlər çoxluğu. X nələr ola bilər? Artıq bunu funksiyalarda biz deyəcəyik. Təyin oblastı. Təyin oblastı. X-in ala biləcəyi qiymətlərə nə deyəcəyik? Təyin oblastı. X-in ala biləcəyi qiymətlər. Bunlar təyin oblastı. Y-in ala biləcəyi qiymətlər. Buna deyəcəyik
Qiymətlər çoxluğu. Qiymətlər çoxluğu. Və x-in ala biləcəyi qiymətlər var ha. X-in ala biləcəyi qiymətlər təyin oblasıdır. Təyin oblastlarını biz işarə eləyəndə dy kimi işarə eləyəcəyik. dy təyin oblastını göstərir. dy. Qiymətlər çoxluğunu göstərəndə isə y yazacağıq. Yəni sənə məsələdə y deyəndə başa düşməlisən ki, bu y sənə deyilir, yəni y nələr ala bilər? Onların tapılmasına baxacağıq sizlə, öyrənəcəyik. dy, y. Bundan sonra 1. dy, y-in ala biləcəyi qiymətlərdir. X-in ala biləcəyi qiymətlər isə təyin olması. Biz bəzən bu y-in yerinə y yazmırıq. Yazırıq fx, gx, fx və s. yazmaq olar. Y-in yerinə. Onlar elə y-i göstərir. Məsələn, bir var yazasan y bərabərdir 2x plus 4. Bir də yazırsan fx bərabərdir 2x plus 4. Eyni mənanı ifadə edir. İkisi də eyni mənanı göstərir. Ha y, ha fx. Bunlar eyni mənanı göstərir. Və bütün danışdıqların bütün funksiyalara aid. Daha burada nə danışırıqsa. Sonra davam edirik. X-in ala biləcəyi qiymətlər, Y-in ala biləcəyi qiymətlər, onları danışdıq. Sizə məsələlərdə, buranı silirəm uşaqlar, bunlar sizin belə deyək, qeyd dəftərinizdə və başınızda olmalıdır. Buranı silirəm. Və dostlar, belə deyək ki, sizə funksiyalar, ümumiyyətlə funksiya nə deməkdir? Tərif vermədim mən. Funksiya anlayışına tərif vermədim. Dedim ki, birinci düzbucaqlı koordinat sistemini öyrənək, 6-cı sinifi. Sonra 6-cı sinifdən gələk 7-yə, 8-ə biz başa düşək ki, funksiya anlayışı nə deməkdir? Funksiya gözümüzdə böyütməyin. Funksiya iki çoxluq kimi düşünün. Məsələn, bir x çoxluğu var. X çoxluğunun elementləri tutaq ki, x1, x2, x3 və s. də xn. Bir də y çoxluğu var. Y çoxluğunun elementlərini düşünün ki, y1, y2, y3, yn. Funksiyanın tərifi belədir ki, x çoxluğundan götürülmüş ixtiyari bir x üçün ona qarşı qoyan bir dənə qiymət varsa, x ilə y arasındakı asıllıq funksiyadır. Cümləyə bir dənə bax, mənasına bax bir dənə. Mənasını deyir, amma uzun cümlədir, mənasını tut. Deyir, x-dən bir dənə götürəndə y-dən bir dənə uyğun gəlsin. X-dən bir dənə götürəndə y-də 2 dənə uyğun gəlməsin. Funksiya budur. Buradan bir dənəyə, buradan bir dənə uyğun olsun. Məsələn, sual verir bizə. Aşağıdakılardan, özüm qururam məsələn. Topluda yoxdur bu sualdan. Aşağıdakılardan hansı funksiyanın qrafikidir? Bir belə verir. Bir belə verir. A variantı, B variantı, C variantı, D variantı. Baxın, funksiyanın tərifini bilməyən şagird burada paputu cavab verir. Amma tərifi bilən şagird bu sualda rahat cavab verə bilər. Tərif bizə deyir ki, bir dənə x-ə, bir dənə y olsun. Baxın, bir dənə x-ə, bir dənə y uyğun. Bir dənə x-ə, bir dənə y. Bir dənə x-ə, bir dənə y. X-ə, y. Birincisi funksiyadır. İkincisi, bir dənə x-ə, bir dənə y uyğundur. Bir dənə x-ə, bir dənə y uyğun. Bir dənə x-ə, bir dənə y uyğun. Bu da funksiyadır.
C variantı. Bir dənə x-ə, bir dənə y uyğundur. Doğrudur. Bir dənə x-ə, bir dənə y uyğundur. Doğrudur. Yəni bir dənə x-ə, iki dənə y uyğun deyil. Məsələn, bura bax. Bir dənə x götürdüm. X 1'dir. Həm yuxarıya gedirəm, yuxarıda uyğunluq var. Həm aşağıya gəlirəm, burada uyğunluq var. Burada yox. Bir dənə x-ə, bir dənə 1-ə gör nə qədər uyğunluq var. Yəni sənə demək istədiyim buna bax. Ola bilər başa düşmürsən sən. Bura 5 nöqtəsi olsun. Bura məsələn olsun 6 nöqtəsi. Məsələn bu nöqtənin koordinatları neçədir? X-i 1-dir, y-i 5-dir. Bəs buradakı nöqtənin koordinatları neçədir? X-i 1-dir, y-i 6-dır. Uşaqlar, belə bir şey ola bilməz. X 1-dirsə ona uyğundur 5 qutardı. Bir də 1 nəsə olmaz. Məsələn 1-5 varsa 1 nəsə olmaz. Bir ilə bağlı bir dənə nöqtə olmalıdır. 1 ilə nəsə, yəni bir dənə x-ə bir dənə y olmalıdır. Məsələn bu koordinatın, buranın koordinatları 1 ilə tutaq ki 8. 1, 8 da 1, 5 ola bilməz. 1 ilə 8 var. Yəni 1-ə uyğundur 8. 1-ə 5 uyğundur ola bilməz. Bu ona görə D variantı funksiyanın qrafiki deyil. Bilmirəm sizə çatdı mı tərif yoxsa yox? Bəli, müəllim, aydındır. Bax tərifi gedib kitabdan oxuyacaqsan, ola bilər ki sənə net başa düşməzsən. Mən də o tərifi sənin üçün izah edirəm ki. Bax tərif belədir. Düzdür, buna bağlı sual yoxdur. Bu nə 9 illikdə görəcəksən, nə 11 illikdə görəcəksən, sual yoxdur. Amma ola bilər də, niyə də olmasın? Aşağıdakılardan hansı funksiyanın qrafikidir verilir? Sonra bu dediyim bütün funksiyalara aid. Bütün funksiyalara aid söhbətlərimiz davam edir. Desə ki, üzərindədir, aiddir, nöqtəsindən keçir, sənin üçün buraya yazıram. Apar yerinə qoy. Nə demək istəyirəm? İzah. İri bərabərdir 2x plus a. Funksiyası 3, 8 nöqtəsindən keçirsə, a-nı tapın. Uşaqlar, tərifə sənə dedim burada. Üzərindədir, aiddir, nöqtəsindən keçir. Birinci koordinat hər zaman x-i göstərir. İkincisi y-i göstərir. Nöqtəsindən keçirsə bu onu ödəyir. Gətir qoy da yerinə. X-in yerinə 3 qoy. Bərabər 8. Buradan a bərabərdir 2-yə. Deməli, a-nın 2 qiymətində bu nöqtə o funksiyanın qrafikinin üzərindədir. A-nın 2 qiymətində. Bu oldu bütün funksiyalara aid olan hissə. İndi sizinlə başlayacağıq biz xətti funksiyanı danışmaq. Yəni birinci, bax məsələn aiddir söhbətinə aid elə birinci sual var. Funksiyası verilmişdir. Cədvəldə verilənlərə görə a plus b cəmini tap. Bax, x-ə 5 veriblər, y-i alıblar a. X-ə 5 ver, y a-ya bərabərdir. A-nı taparsan 13. X-ə b veriblər, y-i 4 tapıblar. X-ə b ver, 3b minus 2 bərabərdir y-ə 4-ə. 3b 6-dır, b-də 2. B-miz 2-dir, A-mız 13-dür. A plus B cəmini tapın 15. Gördün? Birinci sual elə indicə izah elədiyimdəndir. Yəni aiddir söhbətinə uyğundur. Sildik ki oranı. Birinci dəqiqə. Biz danışırıq sizinlə xətti funksiyaya. Y bərabərdir kx plus b. Bunun qrafiki
düz xəttdir. Düz xəttdir. Ona görə buna deyirlər xətti funksiya. Buradakı K-ya biz deyəcəyik bucaq əmsalı. K-nın adı bucaq əmsalıdır. Və bayaq sizə mən bəlkə də deməyi unutdum. Bizdə rublər var. Descartes koordinat sistemində rublər var. Bura bizdə birinci rubdur. Hərəkət saat əqrəbinin əks istiqamətindədir. Bura bizdə ikinci rubdur. Bura bizdə üçüncü rubdur. Və bura bizdə dördüncü rubdur. 1, 2, 3, dördüncü rubdur. Bizim x oxudu, burada bizim y oxudu. Əgər bu düz xəttdir, uşaqlar, düz xəttdir. Düz xəttin qrafikini qurmaq istəsəniz, hər zaman iki nöqtəni tapın. İki nöqtə tapılır. Hansı iki nöqtə? Bir dəfə OX oxu ilə kəsişmə nöqtəsi. Funksiya OX oxu ilə kəsişəndə, təsəvvür elə ki, funksiya OX oxu ilə kəsişir. X oxu ilə kəsişəndə nə sıfır olurdu? Y. X oxu ilə kəsişəndə nə olurdu? Y sıfır olurdu. Bir dəfə Y sıfır edirsən, bir dəfə də OY oxu ilə kəsişmə nöqtəsi tapılır. OY oxu ilə kəsişəndə nə olurdu? X sıfır olur. Məsələn, sənin üçün sual nümunəsi göstərdəsi olsan, bizə sual verir, məsələn, tutaq ki, Y bərabərdir 2x plus 4. Bunun qrafikini qurmaq sənin üçün maraqlıdır, düzdürmü? İki dənə nöqtəni tapırsan hər zaman. Bir dəfə Y sıfır eləyirsən, bir dəfə X-i sıfır eləyəcəksən. 2x bərabərdir mənfi 4, x bərabərdir mənfi 2. X mənfi 2-dir, Y sıfırdır. Mənfi 2, 0. Bu nöqtədir. Bir dəfə də dediyim kimi x-i 0 eləyirsən. X-ə 0 versən olacaq 0 verəndə 4 alır. Y bərabər 4. Olacaq 0, 4. 2, 3, 4. 0, 4. Bura olacaq 0, 4. Bura oldu bizdən mənfi 2, 0. Burada oldu 0, 4. Həndəsənin əsas anlayışlarına görə iki nöqtədən bir düz xət keçər. Bir dənə düz xət keçirdin, qrafiki tapdın. Bir dənə düz xət keçirdin, qrafiki tapdın. Buradan özümüz üçün nəticə çıxartmalıyıq, uşaqlar. Nəticə çıxartmalıyıq. Y bərabərdir kx plus b-dəki. Baxın, biz Y oxu ilə kəsişmə nöqtəsini tapanda, Y ilə kəsişmə nöqtəsini tapanda nə edirik? X-ə 0 verilir. Y ilə kəsişəndə X-ə 0 verilir. Alınır ki, Y bərabərdir B. Ona görə nəticə OY oxu ilə kəsişmə nöqtəsi B-dir. Nəticəni gördün, hardan çıxartdım? B-dir. Bax da, 2x plus 4-dür. Y ilə kəsişmə nöqtəsi B-dir. Yəni 4. OY oxu ilə kəsişmə nöqtəsi B-dir. Biz bu K-dan da danışaq. K-ya dedik ki, K bucaq əmsalıdır. Əgər
K sıfırdan böyük olarsa funksiyanın qrafikinin əsas hissəsi 1 və 3-cü rübdə olur. Və ya belə xoşuna gəlmirsə, bax, qrafik belə olur. Bax. K sıfırdan böyük olanda qrafik belə olur. Görsən, bura 1-ci rübdür, bura da 3-cü rübdür. Əsas hissə, yəni çoxu 3-cü rübdə qalır. Burada K sıfırdan böyüdür. K sıfırdan böyüdür. Funksiyanın qrafikinin əsas hissəsi 1-ci və 3-cü rübdə yerləşir. 1-ci və 3-cü rübdə yerləşir. K sıfırdan böyüdür. Və ya belə də deyə bilərsən. Soldan sağa bax, sol əlindən sağ əlinə bax. Funksiya hara gedir? Yuxarı. Soldan sağa funksiya yuxarı gedir. Hər zaman funksiyalara soldan sağa bax. Belə yaza bilərsən. Sol çiyindən sağ çiyinə. Funksiya yuxarı qalxarsa K sıfırdan böyüdür. Aşağı inersən K sıfırdan kiçik. Və ya bu da xoşuna gəlmədi. Belə də deyə bilərsən. Bax, gör neçə usulla sənə deyirəm. Belə usulla deyə bilərsən. Nə deyə bilərsən? Baxın, uşaqlar, ox olan istiqamət x oxunun müsbət istiqamətidir. Bu ox olan istiqamət x oxunun müsbət istiqamətidir. K bərabərdir tangens alfaya. Alfa nədir burada? X oxunun müsbət istiqaməti ilə əmələ gələn bucağın tangensi. Bu bucağın tangensi. Əgər deyə bilərsən ki, alfa 2-dirsə, K müsbətdir, alfa kordursa, K mənfidir. Ümid eləyək ki, K-nın işarəsi sizin üçün aydındır. Məsələn, buna bax. Bax, burada K nədir? Mənfidir. Niyə? Çünki bu bucaq necə bucaqdır? Kör bucaq. Müsbət istiqamətlə bucaq lazımdır. Müsbət də sağ tərəf. Sağ tərəflə. Bu bucaq necə bucaqdır? Kör bucaq. Onda K sıfırdan kiçik. Ya da ki, belə eləyə bilərsən. Deyə bilərsən ki, sol çiyindən sağ çiyinə funksiya nə olur? Aşağı inir. Tamam. Və ya deyə bilərsən ki, əgər K sıfırdan kiçikdirsə, funksiyanın əsas hissəsi hansı rüblərdədir? 2, 4-cü rübdə. Funksiyanın əsas hissəsi 2 və 4-cü rüblədir. Bunları özünüzdən mütləq şəkildə qeyd edin və öyrənin. Bir neçə yoldan tapılmanı deyirəm sizə. Şimdi gəlin K və B işarələrindən biraz özümüz üçün qrafiklər görsədək. Tutaq ki, belə qrafik verilib. Sonra belə qrafik verilib. Sonra belə qrafik verilib. Belə qrafik verilib. Belə qrafik verilib. Daha doğrusu hansını çəkdim? Hə.
Yuxarıdan, buradan, buradan. Sonra buradan. Belə, sonra buradan. Burada da nə deyək? Belə. Qrafik verilib. Belə qrafik verilib. Belə qrafik verilib. Gəlin baxaq hamısına. Burada birincidə K-nın işarəsi. Sol çiyindən sağ çiyinə funksiya hara gedib? Yuxarı. Soldan sağa yuxarı gedib. K nədir? Müsbət. K müsbətdir. Uşaqlar, Y oxunu kəsən nöqtə B-dir. Bax, sıfırdan yuxarıda kəsdiyi üçün B sıfırdan nədir? Böyük. Böyük. Bu oldu birinci üçün. İkincidə K nədir? Müsbət. Niyə? Funksiya soldan sağa hara gedib? Yuxarı. Ya da ki, belə denən. Belə də deyə bilərsən, ha? Bu bucaq necə bucaqdır? İti bucaq. İtidirsə K müsbət. Necə istəyirsən. Mən sənə iki yol verirəm. O Y oxunu kəsən nöqtə B-dir. Y harda kəsib? Bura nə nöqtəsi idi? 0. 0. B 0. Gəldik üçüncüyə. Üçüncüdə K-nın işarəsi. Müsbət. Müsbət. Həm də ki, qrafik sol çiyindən sağ çiyinə yuxarı gedir. Bax, yuxarı gedir. Yuxarı gedirsə K müsbətdir. Y oxunu kəsən nöqtə B-dir. Hardan kəsib? Mənfi. Aşağı. Mənfi. Mənfi 5. Gəldik növbətiyə. Bu birinci, Sıfırdan kiçikdir. üçüncü, dördüncü. Buradakı K-ya baxaq. Ya deyərsən ki, sol çiyindən sağ çiyinə funksiya aşağı düşür. Ya deyərsən ki, bu bucaq müəllim kör bucaqdır, ona görə K nədir? Mənfidir. Y oxunu kəsən nöqtə B-dir. Hardan kəsib? Yuxarı. Müsbət. Müsbət 5. Növbətiyə gəldik. Burada Kasırdan K-nın işarəsi evet. Kasırdan kiçik. sol çiyindən sağ çiyinə aşağı düşüb K mənfidir. Mənfi. B 0 olacaq. Y oxunu kəsən nöqtə B-dir. Y-i kəsən nöqtə. Y-i görsən də harada kəsib? Sıfırda. B sıfır. B 0 olacaq. Gəldik növbətiyə. Bu bizdə 5-ci, K yenə sıfırdan kiçikdir. 6-cı. 5-cidə nəticə etibarı ilə bunu tapdıq. 6-cıda K yenə sıfırdan kiçikdir. Sol çiyindən sağ çiyinə aşağı düşür. Ya da ki, hansı B də şagird mənfidir. belə də öyrənə bilər. Bu bucaq necə bucaqdır? Kör. Olacaq. K mənfidir. B də İlk sıfırdan oxunu kiçik. aşağıdan kəsib. Sıfırdan aşağıdan kəsibsə mənfidir. B mənfi. 7-ci. 7. Orada K müsbət olur da. Belə bir şeyimiz yox idi bizim. Belə bir şey danışmamışıq. Ona görə də 7-8-i saxlayaq daha doğrusu. Az sonra danışacağıq. Az sonra danışacağıq. Hələlik K və B-nin işarələri çoxlar öyrənək və o digər qalan hissəni isə az sonra öyrənəcək. Az sonra öyrənəcək. Bax, bu K-nın və B-nin işarəsi barəsində sizin üçün məlumat. K və B-nin işarəsi. Məsələn, rahatlıqla biz, daha doğrusu, bir dənə şeyə münasibət bildirək. Qrafik belə gedəndə biz dedik ki, burada B nəyə bərabərdir? Bura. B sıfırdır. K isə müsbətdir. Onda normalda bu düz xəttin tənliyi, xətti funksiyanın qrafiki Kx plus B-dir. Əgər B sıfıra bərabərsə, Y bərabərdir, nə alınır? Kx. Bunun adı belə olsun da, koordinat başlanğıcından keçən xətti funksiya. Koordinat
başlanğıcından keçən koordinat başlanğıcından keçən xətti funksiya. Bunun adı deməli sizə lazım olanda koordinat başlanğıcından keçən funksiya dərhal onu kx kimi nəzərdə tutarsınız. Məsələn, bura, uzağa getmədən. Görürsən hardan keçir? Koordinat başlanğıcından. Onda bunun tənliyi nədir? Dərhal yazırsan. Y bərabərdir Kx. İndi bu hansı nöqtədən keçib? 3 3-dən. 3 3-dən keçib. Bu x-i görsədir, bu y-i görsədir. X-ə 3 verəndə y-də 3 alıb. Deməli, Y k nəyə bərabərdir? 1'e 1-ə. Onda y bərabərdir nə alındı? X. x Y bərabərdir x-in qradı. K və B-nin işarəsi. Bax, burada bunları dedim sizə. Burada K-nın işarəsi nədir? Müsbət. A sıfırdan böyükdür, B sıfırdan böyükdür. K sıfırdan ona görə böyükdür ki, yenə deyirəm, sol çiyindən sağ çiyinə funksiya yuxarı gedir. B də sıfırdan böyük olur. Y B də onu yuxarıdan kəsdiyi üçün B də sıfırdan. Və sağ. İşarələrdən məncə kifayət qədər tanışdır. Burada K-nın işarəsi sol çiyindən sağ Mənfi. aşağı düşür. Mənfi. Mənfi olur. K'nın işarəsi, B'nin də işarəsi mənfi olur. B-nin işarəsi də aşağıdan kəsdiyi üçün mənfi. Bax, belə də ümumi olaraq belə. Belə. Məsələn, bura bax. 39 nədir bə? Artıq səbir olun. Onlara baxan mənim. Hələlik onlara baxan mənim. Nədən danışmışam? Hələ bəzi şeylərdən danışmamışam. Artıq məsələn o 9 buraxılışı hər dəfə düşə biləcək sual olur. Funksiyalarla bağlı özdə istər 9-da, istər 10-da. Çox yaxşı suallar 11-də. Çox yaxşı suallar salırlar. Ona görə funksiyaları qəşəng öyrənməlisiniz. Məsələn, bura bax. Burada B neçədir? Dərhal B-nin yerinə nə yazmalısın? Müsbət 5. 5. 5. Bir qoxunu kəsən nöqtə B-dir. B 5-dir. Yəni Y bərabərdir Kx plus 5-ə. Bununla işini gördüm. Bir dənə bu nöqtə maraqlıdır sənə. Bu nöqtənin koordinatları neçədir? Mənfi 5 0. Mənfi 5 Mənfi. 0. Çünki Mənfi. x oxunu kəsən nöqtədə y 0 olur. Bu nöqtənin koordinatları mənfi 5 0-dır. Onda gətirək qoyaq da yerinə. Buradan keçib də bu. Keçdiyi üçün ödəyir. Bu x-i görsədir, bu da y-i görsədir. X-in yerinə mənfi 5 qoyaq. Y-in yerinə 0 qoyaq. Mənfi 5 mənfi 5-ə bərabərdir. K bərabər. K1. Deməli, K-mız 1-dir. B-miz isə 5-dir. K plus B cəmini tapın. 6. 6B variantı. Təkrar yenə deyirəm, o bir sualdan deyək ki, məsələn, burada. Dərhal B neçədir? 3. 3. Y oxunu kəsən nöqtə B-dir uşaqlar. B-ni dərhal 3 yazacaqsınız. B-ni 3 yazandan sonra bu tənlik Y bərabərdir Kx plus 3 şərti. Bununla işimi gördük. Sonra 1 ilə 0 Bu nöqtəsindən. nöqtənin koordinatları x oxunu kəsən nöqtədə y 0 olur. X var, 1-dir, y 0-dır. Bu 1 0-dan keçir. Onda gətir qoy yerinə. Birinci x-i görsədir, ikinci y-i görsədir. X-in yerinə 1 qoy. 1-i vurdun k-ya k plus 3. K plus 3 bərabər 0. K bərabər 6. K mənfi 3. Deməli, k-mız B də 3'dür. B-miz isə və sonra bu hesaba geçsin. Düz yazmadım, bir desem.
B-nin B3 Ha, B3'də axı. B3. mənfi 0. Bax belə sualın bu hissəsini sizinlə ötürdük. Bir də var bizimlə ola biləcək. Burada hələ nələr var danışacağıq. Bir də var y bərabərdir k bölü x funksiyası. Buna tərs mütənasibliyin düsturu da deyirdik əvvəllər. Tərs mütənasibliyin düsturu. Bunun grafikinin adı hiperboladır. Bu sadəcə addır. Ad olaraq hiperboladır. K sıfırdan böyük olanda funksiya 1 və 3-cü rübdə, K sıfırdan kiçik olanda funksiya 2 və 4-cü rübdə yerləşir. Əgər funksiyanın qrafiki hiperbola 2 dənə əyridir. Biri belədir, biri belədir. Burada K sıfırdan böyükdür. K sıfırdan kiçik olanda. İki dənə belə simmetrik əyridir. Koordinat başlanğıcına nəzərən simmetrik. Buna deyəcək ikinci, dördüncü rübdə K sıfırdan kiçikdir. Bunlar da qeyd edin dəftərinizə. Bunlar da qeyd edin. Məsələn, tutaq ki, y bərabərdir K bölü x funksiyasına aid ola biləcək. Məsələn, burada nələrimiz var bizim? Bax, yazıb ki, qrafik hansı funksiyaya uyğundur? Sən görürsən ki, bu qrafik hiperboladır. Hiperbola ola biləcək y bərabərdir K bölünsün x şəklində. O da bircə hansı varianta uyğundur? E variantında. B B variantı. variant. Başqa heç bir variantı yoxdur. Çünki bu qrafikin adı hiperboladır. Məsələn, burada indi gördüyün kimi K bölü x funksiyası birinci və üçüncü rübdədir. Onda K sıfırdan böyüdür. Bu da elə K bölü x kimi deməkdir. Sadəcə burada K-nı yazıblar deyə buna da K bölü x yaza bilməzlər ki. Fərqləndirmək üçün buna B bölü x yazıb. B bölü x isə hansı rüblərdədir? İkinci, dördüncü rüblərdə. Dördüncü. Onda B nədir? Sıfırdan kiçikdir. B-dən kiçik. K sıfırdan böyük, A variantı. sıfırdan kiçik. B0-dan kiçik. Mənə vaxt müəyyən etmək olmur. Nə olur? E variantına baxın, deyir müəyyən etmək olmaz. O nə vaxtsa olur elə bir şey. Yox. Hiperboladır. İndi məsələn, sənə təsəvvür elə ki, müəyyən etmə olmaz. Təsəvvür elə ki, səndən y bərabərdir K bölünsün x-i soruşur, sənə verilib belə. Axı K bölü x Aydın. belə deyil. Hiperbola. K bölü x hiperboladır. Hiperbola belə olmur axı. Onda yazarsan müəyyən etmə olmaz. Amma burada Aydın. K bölünsün x hansı rüblərdədir? 2-də 4. 4'te. K sıfırdan kiçikdir. İndi K'nın yerinə B durub da həmin şeydir. B bölü x Yine hansı B de rüblərdədir? sıfırdan kiçikdir. B də 0-dan 4'də. kiçik. B də sıfırdan kiçikdir. B variant. Bu oldu belə. Biraz suallara münasibət görsədək, ondan sonra ya da görsətməyək, elə dərs danışaq. Y bərabərdir kx plus b-dən danışıq. Biz bayaq qeyd elədik ki, b əgər 0 olarsa, y bərabərdir kx olur.
Buna dedik ki, koordinat başlanğıcından keçən xətti funksiya. Koordinat başlanğıcından keçən xətti funksiya adını belə qoyun. Bəs bizə maraqlıdır axı, B0 olanda bildik söhbət. Yəni qrafik belə olurdu B0 olanda. Ya belə olurdu, Y oxunu kəsir sıfırdan. Ya da belə olurdu. Y oxunu sıfırda kəsir. Bəs bizə maraqlı olmalıdır ki, əgər K0 olsa nə olacaq? Kx plus B-də. Bəlkə K0 olsa nə olacaq? K0 olsa Y bərabərdir B alınır. Bunu da başa düşün. Məsələn, Y bərabərdir 5. Y bərabərdir 5 nə deməkdir? Düşünək. Bu bir qrafikdir. Bax, Y bərabərdir 5 deyəndə, X-ə 1 verəndə də Y 5 alır, X-ə 2 verəndə də Y 5 alır, 3 verəndə də 5 alır, 4 verəndə də 5 alır. Yəni, X-ə nə verirəmsə verim, Y nə alır? 5. Y bərabərdir 5 funksiyası. Məsələn, X-ə 1 verəndə Y 5 alır. 1, 2, 3, 4, 5. 5 alır. 2 verəndə yenə 5 alır. 3 verəndə yenə 5 alır. Mənfi 1 verəndə yenə 5 alır. Onda bu funksiyanın adı var bizdə. Bu funksiyanın adı sabit funksiyadır. Bu funksiyanın adı sabit funksiyadır. Ona görə sabit deyirik ki, X-in bütün qiymətlərində Y eyni şey alır. Onun qrafiki belə bir düz xətdir. Belə bir düz xət. Buna deyəcək Y bərabərdir 5 xət. Məsələn, sizə desələr ki, ay yoldaşım, Y bərabərdir mənfi 3 xəttini çək. Y oxunda mənfi 3 çəkirsən, düz belə. Bu olur Y bərabərdir nə xətti? Bildin niyə belə çəkdi? Bax da, 1 verəndə 5 alır, 2 verəndə 5 alır, 3 verəndə 5 alır. Həmçinin bu. Bu olur Y bərabərdir mənfi 3 xətti. Y bərabərdir mənfi 3 xətti. Bu oldu belə. Buna adı oldu sabit funksiya. Bir dənə də özünüzə qeyd edeyim. Dərhal elə yeri gəlmişkən burada deyə tutarsın geçsin. Y bərabərdir. Qeyd edeyim, riyaziyyatçı olmaq istəyənlər, mənasını tutmaq istəyənlər bunlara izah verərəm sonra. Yəni izah verəcəm də, boş-boşuna deyil. Funksiyasının sabit funksiya olması üçün A bölünsün C bərabərdir B bölünsün D şərti ödənməlidir. Y bərabərdir, danışdıq sizlə. B xətti sabit funksiyadır. Y bərabər B funksiyası sabit funksiyadır. Qrafiki üfüqi xəttir. Görsən də? Daha da sabit funksiyadır, üfüqi xəttir. Aha. Davam eləyək onda. Y bərabərdir B-ni dedik. İndi bir dənə də məsələ qabağımıza çıxa bilər ki, X bərabərdir. Sual versə bəs, X bərabərdir B xətti. Bu sabit funksiya deyil. Bu hər hansı bir
şaquli xəttdir. Nə demək istəyirəm? Şəkil çəkim, başa salın. Məsələn, buna bax. Sizə desələr, x bərabərdir 5 xəttdir. X oxunda 5-i tapırsan, x oxunda. Bura x oxudur. 5-i tapırsan, 1, 2, 3, 4, 5. 5-i tapdın, y oxuna paralel keçirirsən. Baxın, bu x bərabərdir 5 xətt. Məsələn, sənə desələr, x bərabərdir mənfi 2 xətt. X oxunda mənfi 2-ni tapırsan, belə bir şaquli xətt keçirirsən. Bu olur, x bərabərdir mənfi 2 xətt. X bərabər 5 xəttdir, x bərabər mənfi 2. Razılaşırıq uşaqlar, başa düşürsünüz hər şeyi. Bəli, müəllim. Bəli, müəllim. İndi suallara baxaq, sonra nələr deməmişiksə onları da deyəcəyik. Birinci sualı zaten bayaq dedik. İkinci sual, məsələn bax, tənliyin qrafikinə aiddir. Aiddir, üzərindədir, yerinə qoyacaqsın. Yerinə qoyacaqsın. Birinci koordinat x-i görsədir, ikinci koordinat y-i görsədir. Məsələn, 0, 3-ə baxaq, görək aiddir. X-in yerinə 0 yazanda eləyir 0, çıxılsın. Y-in yerinə 3 yazanda. 0-dan 9 çıxanda 10 eləyir, yox. Aid deyil. Sizdə hansı aiddir? B variant 5 ilə mənfi 3. B variantı müəllim. B variantı. B variantını yazalım mı? Hələ E variantına bax hələ. 5 versən, 5 dəfə 0,2 nə eləyir? 1 çıxılsın. Y-in yerinə deyirsən 9 qoy. 3-ü 9-a vuranda 27. 1-dən 27 çıxanda 10 eləyir. B variant B. D, B. B variantı. B variantı. Əlbəttə B variantı. Bəli, sən çaşdırmasın D variantı. Düz deyir dostumuz onsuz da. B variantı. 5 mənfi 3. Bax 5 verirsən x-ə. X-ə 5 verəndə bura nə eləyir? 1. Mənfi 3 verəndə mənfi 3-ü mənfi 3-ə vuranda 9. 1-in üstünə 9 yanında 10 eləyir, 10 eləyir. Deməli hansı variant? B variantı. Vəssalam. Tardı get. Bizə dəqiqə. Sayət qəyd taxın. Siz o elə 4 dedin də. E variantı müəllim. Hə? E variantı. Düz. E variantı. Hə, baxarıq. Hə, E variantı, bəli, E variantı. 2 mənfi 2. 2 veriləndə bunu alır 8. Mənfi 2-yə vursam bunu eləyər 3. 8-dən 3 çıxanda 5, bəli, E variantı. Diqqətli düşünün. Funksiyasının qrafikinə uyğundur. Sizcə hansı? 5-ci sualda. A variantı. A variantının olmasının səbəbi. Bunun B-si neçədir? Mənfi 2. Y oxunu uşaqlar mənfi 2-də kəsicək. Y-i mənfi 2-də kəsicək. Ya A-dır ya da C-dir. Bu variant ola bilməz. Bu variant ola bilməz. Mənfi 3-də kəsib Y-i. Bu mənfi C variantı. C və variantı. buradan Baxın. necə? Torbucaqlıdır. Yəni orada K müsbət olmalıdır. İti bucaqlı olmalıdır. Bəli, K müsbət olmalıdır. K müsbət olmalıdır. K 3-dür də, görürsən də K 3-dür. K 3-dürsə əgər 0-dan böyükdür. K 0-dan böyük olanda qrafik sol tiyindən sağ tiyinə yuxarıya gedir. O da hansıdır? C variantı. C variantı. Yəni başqa sözlə desək və ya belə denən. Denən ki, iti bucaq əmələ gəlir. Müəllim, iti bucaq əmələ gəlirsə K 0-dan böyükdür. Sənin üçün necə rahatsa da.
Həmçinin 6 el ondan da özür diləyərsən. 7-ni bayaq dedik. Məsələn, ora, B-nin hansı qiymətində funksiyanın qrafiki koordinat başlanğıcından keçir? Koordinat başlanğıcından keçəndə B nə olurdu? 0-da. 0. Koordinat başlanğıcından keçəndə B olurdu 0. Hansı düz xətt ordinat oxuna paraleldir? Ordinat oxu hansıydı? Y oxu. C variantı var. Y bərabər. C variantı, bəli. Y oxuna paralel olan x bərabərdir mənfi 3 xəttidir. X bərabərdir mənfi 3 xətti sizə dedim, şaquli xəttir. X bərabər. Amma burada deyir, hansı düz xətt ordinat oxun, absis oxuna paraleldir? Absis oxuna paralel olan necə olurdu? Y-ə 2 olur da müəllim. Müəllim, bəli. On üç. OX oxu ilə kəsişmə nöqtəsini tapın. OX oxu ilə kəsişəndə nə olurdu? Y bərabər 0. 0 verir. Bura olurdu. Y-ə 0 versin. 7x bərabərdir mənfi 21, x bərabərdir mənfi 3. Mənfi 0. Hesablamaları deməyin dostum. İzahını dediniz və salam qutardı. Mən danışanda danışmayın paralel məndən. Yəni şey olaraq dedim OX oxu ilə kəsişmə nöqtəsində sən də dedin Y 0 bitdi. Orada bizim danışığımız bitdi. Çünki hamı qulağı sıraxır. Biz neçə nəfərik burada? 20-yə yaxın adamıq. 15. Mənfi 3 0 nöqtəsindən keçir. Neyniyəcək? Yerinə qoyarıq X-dən. Bəli, bəli. Nöqtəsindən keçir, aiddir, üzərindədir. Gətirib yerinə qoyacaqsan. Bu x-i göstərir, bu da y-i göstərir. X-in yerinə mənfi 3 qoy. Mənfi 3a minus a plus 4 bərabər 0. Ən asan sual tipləri. Mənfi 4a, mənfi 4 a da 1. On altı ondan, 17 nəzəriyyə, 18 nəzəriyyə. Məsələn, sənə sadə bir dənə sual verir. X-in hansı qiymətində y böyüdü 0? Neyniyərsən? Hə? Mənfi qiymətində. X mənfi olur. Bəli. Yəni, mənfi 6 böl x-i 0-dan böyük eləyəcəksən də. Mənfini nəyə böləndə müsbət eləyir? Mənfiyə. X kiçik olmalıdır nədən? Mənfidən və salam. Bircə dəqiqə uşaqlar, bircə dəqiqə gözləyin. Hə, uşaqlar, davam elədik. Məsələn, bura bax. Argumentin hansı ki, uşaqlar, bir də sizə funksiya deyəndə, onu bayaq unutmuşam, deməyə deyəsən. Funksiya deyəndə y başa düşün. Y-dir funksiya. Bax, argumentin hansı qiymətində funksiyanın qiyməti mənfi 2-yə bərabər olar. Funksiyanın qiymətidir. Funksiya hansıdır? Y Y yerine mənfi 2 yaz, həll elə geçsin. Sonra, bax bunu da unutmuşam, yaxşıdır suallara baxıram, yadıma düşür. Funksiyanın sıfırlarını tap. Funksiyanın sıfırları. Funksiyanı sıfıra çevirən qiymətlərə və ya
OX oxu ilə kəsişmə nöqtələrinə bilirsiniz də OX oxu ilə kəsişəndə Y0 olur. Nöqtələrinə funksiyanın sıfırları deyilir. Baxın, deyir funksiyanın sıfırlarını tapın. 3'te 1x minus 20'ni beraber elirsən sıfıra. Funksiyanı sıfıra çevirəm. Funksiya deyəndə yəni y başa düş. 3'te 1x bərabərdir 20'ye, x bərabərdir 60'a. Bitti. 60 bu funksiyanın nəyə adlanır? Sıfırı. Məsələn, y bərabərdir 9 funksiyası. Y bərabərdir 9 funksiyasını sıfıra çevirmək olar bunu? Olmur. Ona görə bunun sıfırı yoxdur. Sıfır bildiz nədir? X oxu ilə kəsişmə nöqtəsi. Bu x oxu ilə kəsişmir ki. Bunu sabit funksiyadır. Necə funksiyadır? Sabit funksiya. Sabit y bərabərdir 9'un qrafiki belədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Belə. Y bərabərdir 9 funksiyası. Bu heç vaxt x oxu ilə kəsişmir. X oxuna paralel keçir. Ona görə onun sıfırı yoxdur. Məsələn, 23 nöqtəsindən keçirsə K-nı tapın. Neyini yersiniz? Bunu da Yerinə qoy. Qoyacaqsın. Vəssalam. X-i görsədir, bu da Y-i görsədir. K bölünsün. X-in yerinə K kvadrat, Y-in yerinə -3'də 1. Daha bunu özün gedib hesablayarsan. Nöqtəsindən keçir. Nöqtəsindən keçir. Moduza baxa bilərik. Necə? Moduza baxa bilərik. Nəyə? Moduza. Baxacaq da ardıcı gedir. Narahat olma. 26 məsələn. Funksiyanın bucaq əmsalı -0,4 olan xətti funksiya. Bax, eşitdir. Yəni K-nı deyir də müəllim bucaq əmsalı. Bəli, bucaq əmsalı deyəndə yəni K deyir. Normalda y bərabərdir kx plus b deyir. K-nı verib sənə -0,4. Yəni tənliyi belədir. Mənim Y-də 2,6 verir. plus b. -0,4x plus b. Belədir. İndi deyir nöqtəsindən keçir. Nöqtəsindən keçir deyirsən, nə edirsən? Yerinə qoy. -0,4 olursun. -2,5. Üstünə gəlsin b bərabərdir 2,6. Buraya eləyir bizdə 1 plus b bərabərdir 2,6. B bərabərdir 2,6'dan 1'i çıx. Oldu 1,6. Yəni bu tənliyi belə oldu. Y bərabərdir -0,4x üzərinə gəlsin 1,6. A variant. Yox. B variant. Məsələn, bura bax. Funksiyalardan hansı xətti funksiyadır? Hansı kx plus b-dirsə o. Hansıdır kx plus b? A. A variant. Bunun məxrəcində x var. Burada məxrəc yoxdur ki, x olsun. Bunun məxrəcində x var, olmasın. Bunun məxrəcində x var, olmasın. Bunda da x var, olmasın. Bir dənə A variantıdır da, bax. A variantı belədir. 5'də 1x plus 3'də 1. K 5'də 1'dir, B də 3'də 1. Gəldik 30'a. Qrafikə görə xətti asılılığı müəyyən edin. Birinci növbədə şagird bilməli ki, bu koordinat başlanğıcından keçir. Koordinat başlanğıcından keçirsə B0. Yəni y bərabər nəyə? Kx-ə. Y bərabərdir Kx-ə. Bu bir. İkincisi, müəllim sizə deyib ki, K bərabərdir x oxunun müsbət istiqaməti ilə əmələ gələn bucağın tangens. Tangens 60 dərəcə. Ola bilər hər hansı şagird tangens 60 dərəcə nə qədərdir bilməz. Bunu da mən sizə vermişdim. Demişdim ki, biz əzbər bilirik ki,
30, 60, 90 üçbucağını əzbər bilirik. Bilirik ki 30'un qabağındakı bu katet hipotenuzun yarısıdır. 60'ın qabağındakı bu katet digər katetin kökdə 3 mislidir. Tangensin tərifi. Tangens nə deməkdir uşaqlar? Qarşı katet, bitişik Karşı katet. katet bölünsün bitişik katet. 60'ın Kökdə qarşısındakı 60'ın qarşısındakı x kökdə 3'dür. 60'a bitişik olan x'dir. Oldu kökdə 3. Kökdə Deməli, K'mız kökdə 3'dür. İri bərabər kökdə 3. Özdə müsbət. Elə B variantı edir də müəllim. Bəli. Cavab olur sənin üçün. Neyse onları dedik. Onları dedik. Bunlar dedikdə 43-44'dən danışdıq bayaq. Gəldi kara nöqtəsindən keçdiyim bilərək. Bir dənə bunu deməmişəm. Bunu deyim. Deməmişdən qabaq. X. İki dənə qrafik verir təsəvvür elə belə. İki dənə qrafik verir bizə. Bir belə, bir də belə. İki qrafik verir. Biri K1x'dir, biri K2x'dir. Deyir, müqayisə elə. Bu sol tərəfdə yerləşir. Bu sağ tərəfdə yerləşir. Soldakı sağdakından böyükdür. Yəni K1 böyüdür K2'də. Niyəsini istəyən şagirdlər də əzbər yoxdur. Məsələn, bir dənə qiymət götürürəm 1. 1'ə buna uyğundur burada olan nöqtə Y1. 1'ə uyğundur buna olan nöqtə yuxarıdadır Y2. Hansı böyüdür? Y2, Y1, Y2. Yəni K1 daha böyük qiymət alır, yuxarıdadır. Məsələn, inanmırsan yoxla. Bir dənə funksiya götür 5x, bir dənə götür bir dənə 3x. 5x. Məsələn, bu birinciyə x-ə 1 verəndə bu 5 alır. 1 verəndə 5 alır. 1, 2, 3, 4, 5. Bunun qrafiki belədir. Əyri çəkmə. Belədir. Bu 5x-in qrafikidir. Bir də var, buna 1 versən bu 3 alır. 1 verəndə mən bunu təzdən çəkim. 1 verəndə biri 5 alır. Biri isə 1 verəndə 3 alır. 5 alır. Amma buna 1 verəndə bu 3 alır. Hansı böyükdür? Əlbəttə ki, bu 5x-dir, bu da 3x. Yəni, soldakı sağdakından nədir? Böyük. Məsələn, burada müqayisə eləməyimizi istəyir. K3 eşdə. K3 ikinci, dördüncü rüblərdən keçir deyə. K3 onsuz da mənfidir. Onsuz da sıfırdan kiçik. Bizə K2 ilə K1'i müqayisə eləmək lazımdır. K2 soldadır. K1 isə sağdadır. Solda olan sağda olandan böyüdür. Yəni K2 böyüdür K1'dən. K3'dəki ən kiçiyi də sıfırdan kiçik. K2 böyüdür K1 böyüdür K3. Oldu belə. Əzbərləmin. Məsələn, tutaq ki, 48. 48 üçün demədim ki, əzbərləmə də qardaş. Bu mənim kimi elə də, mən necə eləyirəm, sən də elə elə. Məsələn, tutaq ki, mənə bunları müqayisə eləməyi düşünürdünüzdür. Hansı şəkil olacaq? Mən bilirəm ki, ikisi də mənfidir. İkisi də əgər mənfidirsə, ikisi də mənfidirsə. Onda qrafik, deməli, bizdə qrafik olaraq olacaq. İkinci rüb və dördüncü rüblə olacaq. 2-də 4'də olacaq. Yəni, bu A variantıdır ya da C variantı. Bu birisi variantlar deyil. Ya A variantı olacaq, ya da C variantı. Bu ikisindən biridir. Bu ikisindən biridir. İndi qaldı hansı olacaq? Tutaq ki, sənin heç yadından çıxıb, sol, sağ söhbət də yadından çıxıb, hər şey yadından çıxıb.
Sən bir dənə özün üçün qrafik götürsən. Birini mənfi 2x götür. Birini mənfi 5x götür. Hələ bunların qrafiklərinə bax. Məsələn, buna mənfi 1 verəndə, buna mənfi 1 verəndə bu 2 alır. Bunun qrafiki belədir. Mənfi 1 verəndə mənfi 2 alır. Bu olur mənfi 2x-in qrafiki. Amma buna mənfi 1 verəndə bu 5 alır. Bu 5 alır. Bunun qrafiki isə belədir. Bu isə mənfi 5x. İndi mənfi 5x, mənfi 5 böyüdür, yoxsa mənfi 2? Əlbəttə mənfi 2 daha böyükdür. Elə deyil. Elə ki var. İndi məsələn burada modulda B böyüdür, modulda A-dan. Deməli, mənfi ədədlər üçün modulda B böyüdür, modulda A-dan. Onda hansı variantdır sizcə? C variantı. C var. Bax, mənfi 5-in modulu 5 edir, mənfi 2 modulu 2 edir. Yəni, yenə də soldakı sağdakından böyükdür. Söhbətin əsaslanırsan. Solda, bu soldadır, bu sağdadır. Mənfilər üçün A, B-dən böyükdür. Mənfi ədədlərdə A, B-dən böyük olanda, amma modulda olanda A, B-dən nə olur? Kiçik olur. Məsələn, buna bax. Mənfi 2, mənfi 5-dən böyükdür, amma modula qalanda mənfi 2-nin modulu 2 edir, mənfi 5-in modulu 5 edir. 5 bölünür. Sol sağ söhbətindən tapa bilərsin. Sol sağ. Hə, 49-a görə kim nə deyir? Görək sabit funksiyanı başa düşən olub aramızda. Ben böyle 64'tü cevap. Yox, edir. Allahlar 2 dəqiqəyə sənə. Sabit funksiyanı başa düşməmişsiniz əlbəttə. Əlbəttə belə. Mənfi 4'dür müəllim. Nədir? Mənfi 4. Yox. Atırsan, də atırsan. Mən orada fikirləşdim ki, 3 ədədi bir-birinə vuranda olur. Mənfi 4 3 dəfə bir-birinə vuranda. Bax, qulaq as mənə. Sabit funksiya. Sabit funksiya nədir? Sabit funksiya, məsələn, y bərabərdir 5. İzah verirəm, özünüz tutacaqsınız. Y bərabərdir 5 o deməkdir ki, 1 veriləndə də 5 alır, 2 veriləndə də 5 alır, 3 veriləndə də 5 alır, 10 veriləndə də 5 alır. Sabit funksiya budur. Nə verirsən ver, həmişə 5 alır. İndi tutuz. Da. Mənfi 3. Bəli, mənfi 3. Sən demək tutdun. Bax, sabit funksiya o deməkdir ki, 1-də də eyni şeyi alır, 3-də də eyni şeyi alır, 9-da da eyni şeyi alır. Nəyi 3 dəfə bir-birinə vuranda, eyni şeyi bir-birinə vuranda mənfi 27 eləyir? Mənfi 3. Mənfi üç. F64 yox, F564 da sorursaydı, o da mənfi 3. Nəyi soruşsun, cavab nədir? Mənfi. Mənfi 2. Aydın mı? Niyə? Təkrar. Gəldi 50. Sabit funksiya olarsa, uşaqlar, yeri bərabərdir, qayda yazdırdım sizə. Ax plus b bölünsün, cx plus d-nin. A bölünsün 5 bərabər olmalıdır. 5 bölünsün mənfi 25. Bəli, sabit funksiya olması üçün a bölünsün, c bərabərdir, b bölünsün, d şərti ödənməlidir. Yəni burada k bölünsün 5 bərabərdir. 5 bölünsün mənfi 25. Bu şərt ödənməlidir. Çarpaz vursa mənfi 25k bərabərdir 25-ə. 25. K bərabərdir. Kalır var 1. Mənfi. K'nı tapdıq mənfi 1. K'nı mənfi 1 tapandan sonra onda tənliyimiz belə olacaq, funksiyamız belə olacaq. Mənfi x plus 5 bölünsün 5x çıxılsın 25-ə. Funksiya olacaq belə.
Bizden K plus F2'ni soruşur. F2'ni soruştuğu için F2 x'in yerine ne koymalıyım? 2. 2. Yani x'in yerine 2 koyuyorum. Buraya eləyir 3. Buraya eləyir 10'dan 25 çıxırsan. Mənfi 10. Mənfi 5'te 1. Deməli K plus F2. K'mız bizdə. K'nı tapmışıq. Mənfi 1. Üstünə yerli F2. Mənfi 0,2. Mənfi 1,2. Deyək ki, çatdı sizə bu da. Qaydat da birbaşa elə qaydanı yazsın, gedir. Təbii ki, burada qəşəng suallar da var, uşaqlar. Qəşəng suallar da var. Məsələn, burada, yenə deyirəm, bax, burada şifaidir bu. B-ni dərhal götürürsən, mənfi 5. B-ni mənfi 5 götürdün, tənlik belə oldu. Kx çıxılsın 5. Bir dənə qaldı bu nöqtə. Bu nöqtənin koordinatları neçədir? Mənfi 1, 0. Gətirib yerinə yazırsan. X-in yerinə mənfi verirsən. Mənfi K minus 5 bərabər 0'a. K bərabərdir mənfi 5'e. K'mız mənfi 5, B'miz də mənfi 1. Təbii ki, bir neçə sual tipi var ki, bu sondakı suallara münasibət bildirmirəm. Məsələn, burada 57 düşün də, otur düşün. Düşünmək YouTube'dan köçürtmək demək deyil. Və ya ChatGPT eləmək lazım deyil. Düşünə bilərik bunu uşaqlar. Xətti funksiyadır. Bura K'dır. Burada B'dir. Kx plus B. Ordinat oxunu mənfi hissədə kəsir. Ordinat oxunu mənfi hissədə kəsir. Ordinat oxunu hansı oxudur uşaqlar? B-ni kiçikdir sıfırdan eləməliyik onda. Hay yaşa, hay yaşa. Əhsən. 5. Salam. Onu bir dənə eləyəndən sonra ordinat oxunu kəsən nöqtə bax, cüzi bir balaca düşünürsən, tapırsan da, əla olur da. Tapanda özün də sevinirsən. Riyaziyyat elədir ki, o sevinci adama verir. Onun yerində heç nə verir adam. İnan ki, o sevinci yaşayanda adam ləzzət edir onu. Adama ləzzət edir. Bax. Biz müəllim olsaq da, bax, indi də mən dəfələrlə riyaziyyat onsuz da sonsuzdur da. Yəni ki, heç kim deyə bilər ki, mən bilirəm, qutardı getdi. Elə bir adam yox. İçim bir mən qarışır, içi hamı qarışır. Ona görə mən də hər dəfə işləyirəm. Özümü inkişaf üçün işləyirəm. Daha ağır materiallar işləyirəm. O sevinci ilə ki, heç adama verir. Bax burada, qrafik ordinat oxunu mənfi hissədə kəsir. Sən Kx plus B-nin qrafikini tanıyırsan da bilirsən ki, bu bir düz xətdir. Ya belə gedir, ya belə gedir. Ordinat oxunu aşağıdan kəsirsə, ya belə gedir dediyim kimi, ya da belə gedir. Ordinat oxunu aşağıdan kəsirsə, ordinat oxunu kəsən nöqtə B-dir. Yəni B sıfırdan kiçikdir. Onda B buradır. 3A kvadratı 14 A-nı sıfırdan kiçikdir. Bu da bərabərsizlikdir. A-nı çıxardırsan 3A çıxılsın 14. Sıfırdan kiçik. İnterval açırsan hər ikisinin sıfıra çevriləcəyi qiymətləri qeyd edirsən. Biri sıfırdan 14 bölünsün 3. A-ların əmsalları müsbət, mənfi, müsbət. Sıfırdan kiçiklər mənfi olan 2. Sıfırdan 4-dan 3-də 2-yə gəlir. 4-dən bir neçə tam qiymətində? 1, 2, 3, 4 qiymət. 4. Bax, oldu belə. Sabit funksiya olar, bunu da bildik də. M bölü 4 bərabərdir 9 bölü. Uşaqlar, belə, burada qəşəng məsələlər də var, suallar da var. Sizdən xahişimiz nədən ibarətdir? Qətiyyən köçürtməyə yol verməyin. Özünüz işləyin. Məsələn, məsələləri də belə işləyin də. Yazıb da, Ayxan 8 günə 40 detal hazırlayır. Onda bu Ayxan bir günə 5 detal hazırlayır.
elmin 10 günə 15 detal hazırlayır. Onda elmin bir günə 1,5 detal hazırlayır. Onlar birlikdə 130 detalı neçə günə hazırlayar? X günə, bilmirəm neçə günə. X günə. Bizim bu Ayxan bir günə 5 detal hazırlayırsa X günə nə qədər hazırlayar? 5x. 5x. Elmin bir günə 1,5 hazırlayırsa X günə nə qədər hazırlayar? 1,5x. X'inin hazırladığı detalların cəmi 130-a bərabərdir. Hesablayırsan ki 6,5x bərabərdir 130-a, x bərabərdir 20. Tez bazar izah elədim ki, mənim məqsədim odur ki, o çətin sualları düşünəcək tapasın. Uşaqlar, dərsimiz bu qədər. Gecəniz xeyrə, hələlik. Gecəniz xeyir olsun. Sağ olun müəllim. Sağ olun. Sağ olun müəllim. Sağ olun uşaqlar. Sağ olun müəllim. Sağ olun da.